Salam, xoş gördük hörmətli takipçilər. Demək, mən bugün pendirli bulqa hazırlamışam. Səhər nəvələrim məktəbə aparacaq bunu. Biz özümüz də xoşumuza gəlir. Çox qəşəng, keyfiyyətli evdə hazırlanma. Əvvəldə uşaqlarım balaca olanda kəsmikli, yəni tvaroqla rulet hazırlayırdım. Çox ləzzətli olurdu. Uşaqlarım bəyənirdi. Səhər tezdən dururdum, saat 8-də, 7-də dururdum, onu hazırlayırdım. Uşaqlarıma verirdim, aparırdılar, məktəbdə yeyirdilər. Hələ neçə illərdir o reseptlə mən yenə hazırlayıram bu kəsmikli tvaroqu. Bu isə pendirlidir. Pendirli bulkadır. İçində var kərə yağı, süd, azca pesox, duz, droş, pendir. Üstə də belə küncüt və çörək otu, qara çörək otu. Çox xoş gəlir uşaqlar, nəvələrimin çox bəyənirlər. Biz özümüz də elə xoşlayırıq. Yəni çox azuqa getmir. Normaldır, yəni hazırlamaq olur. Çox ləzzətlidir, tövsiyə edirəm hamınıza. Semişka yağından da əlavə əvəz etmək olur. Çox gözəl, ləzzətli. Bax, çörək otu olmayan budur, yəni üstündə heç nə yoxdur. Bunların üstündə çörək otu var. Küncüt var. Bir porsiya da elə hazırlamışam. Bu hələ yarısıdır. 2 porsiya hazırlayanda həm uşaqlara məktəbə görür, həm də evdə yeyə bilirlər. 2 porsiyadır. 2 porsiyanın yarısıdır bu. Yox, bu 1 porsiyadır. İçində pendir var. Çox ləzzətli olur. Adi ağ pendir, qalançıqı pendir, yəni evdə hansı nə varsa ondan istifadə etmək olur. Alma ilə, meyvələrlə də olur. Çox ləzzətli olur. Alma, armud, yəni hansı meyvədən evdə varsa ondan istifadə etmək olur. Sağlam qida, sağlam məhsul. Sağ olun, salamat qalın, sağlıqla qalın.